Sosial mediada çörəyin rezin kimi olması və yeğenin mədəsində ağrı yaratması ilə bağlı iddianın olduğu video yayılıb. Maraqlıdır ki, belə halların olduğunu deyən bir nəfər deyil. Bildirirlər ki, satışda keyfiyyətsiz çörəklər var. Nəzərə alsaq ki, çörək qida rasionumuzda gündəlik istifadə edədiyimiz məhsuldur. İndi məsələnin vacib olduğunu da nəzərə alaraq ətraflı nəzər yetirəcəyik. Ön zavod çörək almışıq. Zəhmət olmasa bu qida təhlükəsizliyi agentliyi, bilmirəm də hansı qurum baxır onlar. Baxın bir dənə bu nədir? Bu bildiyin rezindir də, rezini yedizdirirlər bizə. Bax. Sosial şəbəkələrdə belə görüntülərə tez-tez rast gəlinir. Çörək ya rezin kimi dartınır, ya da içi nəmlənir. Deyilənə görə çörəklərə müxtəlif maddələr vurulduğu üçün bu baş verir. Bəs çörəyi alarkən nəyə fikir verməliyik? Çünki mədəm ağrıyır, fikir vermirdim. Bugün baxın, yəni belə çörək olar, dartırır da bildiyin dartırır, rezin kimi. Mədədə də həzm olunmur. Çörəyin saxlanma şəraitində nəmişlik olmasın, quru şərait təmin olunsun, birbaşa günəş işıqlarından uzağa bir yerdə olsun, üstünə günəş işıqları düşməsin. Çörəklərin istifadəyə yararlılıq müddəti nə qədər olur? Bir gündən təxminən 5-6 günə qədər müxtəlif firmalarda tərkibindən asılı olaraq dəyişir. Çörəklərin istifadəyə yararlılıq müddəti keçdikdə nə edirsiniz? Vitrindən çıxardırıq, iadəyə atırıq, sonra firma gələndə özlərinə geri qaytarırıq. Qiymətləri təxminən başlayır 65 qəpik zavod çörəklərindən, deməli kilosu 8.50-9 manata qədər olan çörəklər var. Normalda çörək seçimlərimə diqqət edirəm. Mümkün qədər tarixinə baxıram, istehsalat tarixi bugün olanları seçirəm belə. Xəmirdir, yəni qalır bir gün, quruyur, yemək də olmur, xəmir kimi. Adam mədəsi də ağrıyır. Elə ki, məlumatlara qatırlar ki, biz bilmirik, onlar cəmaata ziyan vurur ya vurmur. Qida eksperti bildirir ki, sənaye üsulu ilə hazırlanan bəzi çörəklərə yumşaq qalması və kiflənməməsi üçün müxtəlif maddələr vurulur. Bəzən düzgün texnologiya ilə bişirilməməsi və bişirildikdən sonra düzgün qablaşdırılmama və yaxud da bəzən polietilen torbalarda və birbaşa qablaşmanı həyata keçirirlər ki, bu da rütubətin içəridə qalmasına və məhsulun daha elastik, sərt olmasına gətirib çıxardır. Belə çörəkləri qəbul edən insanlarda həzmsizlik, mədədə şişkinlik, ağrı, köp yaranır. Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, çörək gündəlik istehlak edilən məhsul olduğundan bu sahədə mütəmadi nəzarət tədbirləri davam etdirilir. 2025-ci ildə 141 çörək istehsalı müəssisəsində yoxlama aparılıb. Nöqsan aşkar edilən sahibkarlıq subyektləri barəsində inzibati tənbeh tədbiri görülüb və icrası məcburi göstərişlər verilib. Ciddi uyğunsuzluq aşkar edilən qida obyektlərindən 25-nin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərarlar qəbul edilib.